Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Mikayıl Cəbralovun anadan olduğu gün, yəni yavrudur. Mikayıl Cəbralov 1952-ci ildə 27 apreldə Şəki rayonunda anadan olmuşdur. Onu da qeyd edin ki, Mikayıl bir qəhrəman ailəsində anadan olmuşdur. Mikayılın atası Fransanın milli qəhrəmanı idi. 45-ci ildə göstərdiyi qəhrəmanlığa görə buna Fransanın milli qəhrəman adı verilmişlər. Mikayıl orta məktəbi Şəkidə bitirdikdən sonra milis orqanlarına qəbul olmuşdur. Milis orqanlarında çalışdıqdan sonra leytenant rütbəsi alaraq sahə müvəkkili vəzifəsinə təyin olmuşdur. 1990-cı illərdə Birinci Qarabağ müharibəsi başladığı zaman öndə döyüşən polis idi. Və Mikayıl da bir polis əməkdaşı kimi müharibəyə göndərildi. Müharibəyi işğaldan azad etmək və qorumaq üçün müharibəyə göndərildi. Mikayıl bu çox döyüşlərdə lider göstərmişdir. Bəs buna görə də güclərin kağıtını çevirmişdir. Lakin 1992-90-cı ildə 15 dekabrda Mikayıl öz döyüş yoldaşları ilə mühasirəyə düşür və mühasirədə qalan döyüş yoldaşlarını xilas edərkən özü yaralansa da lakin son gülləsinə qədər döyüşərək şəhid olmuşdur. Biz də Azərbaycan Respublikası Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanlığın ailəsinə başsağlığı verir. İnşallah haqq dünyasında qəhrəmanlıqla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.